Bugün sizə təqdim edəcəyim ev Maştağa qəsəbəsindən və gördüyünüz kimi bir məhəllədə 2 dənə yanbayan həyət evləridir. Hər ikisi paket kupçalıdır. Yəni həm evin, həm də torpağın kupçası var. Hər iki evin videosunu da səhifəmdə paylaşım edirəm. Evimiz ümumilikdə 1,8 sot torpaq sahəsindədir. Yerdən 4-5 daş kürsüdə tikilir. 3 otaqlıdır. Qazı, suyu, işığı daimidir. Sayğaçlarının hamısı var. Digər evində videosunu paylaşacağım. Torpaq sahəsində bir balaca fərq var deyə evlərin qiymətində də çox cüzi bir fərq var. Hər birini videonun daxilində qeyd edəcəm sizin üçün. Həyəti görürsünüz, tamet daşla döşənilib. Sol tərəfdən evin ətrafına keçib baxmaq mümkündür. Evin heç bir zabora bitişiyi yoxdur. Hər bir tərəfindən zaborundan məsafəsi saxlanılaraq tikilib. Sənədlər tam qaydasında 3 otaqlıdır. Mətbəx mebelinə qədər hamısı quraşdırılıb. Solda gəlir bir yataq otağı. Kombi xətti var, pollar laminatdır. Evin tikintisi zamanı ən yüksək və keyfiyyətli materiallardan istifadə olunur. Bura uşaqlar üçün nəzərdə tutulan yataq otağı. Bura evimizin mətbəx hissəsi. Mətbəxdə həm yerdə kafel hissə var, mebel arası kafelinə qədər hamısı var. Evin qiyməti, izləyicilərim, 70.000 manat deyilir. Digər ev isə 71.000 manatdır. Hər iki halda qiymətlərində endirim mümkündür. Və sonda məlumatı bir daha təkrar edirəm. Evin yerləşmə yeri Maştağa qəsəbəsidir. 1,8 sot torpağın içindədir. 3 otaqlıdır. Yerdən də 4-5 daş kürsüdə tikilib. Evin ümumi sahəsi də 100 kvadratdır. Dairəvi qoşa daş, beton, kəmər hamısı var. Kombi xətti də çəkilib. Qiymət 70.000 manat. Əlavədə nə sualınız olsa, buyurun zəng edin, məlumat alın. İzlədiyiniz üçün təşəkkür edirəm.